Pəncərədən zibil atanlar məsuliyyətə cəlb olunacaq. Xəbərə keçməzdən əvvəl kanala abunə olmağı unutmayın. Binaların pəncərələrindən zibil atılması hər birimizi narahat edən məsələlərdəndir. Bəs görəsən bu əməli törədənlər üçün hansısa cəzalar varmı? Gəlin bunun üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə nəzər salaq. İnzibati Xətalar Məcəlləsinə əsasən hündür mərtəbəli binalardan məişət tullantılarının atılması inzibati xəta hesab olunur. Qanunvericiliyə görə bu qaydanı pozan fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə oluna bilər. Nəzərə almaq lazımdır ki, hündür mərtəbəli binalardan zibil atılması yalnız inzibati məsuliyyətlə məhdudlaşmaya bilər. Əgər bu hərəkət nəticəsində insanların sağlamlığına zərər dəyərsə və ya əmlaka ciddi ziyan vurularsa, məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi çərçivəsində araşdırıla bilər. Bu halda da daha sərt cəzalar nəzərdə tutulur.